Salam değerli izleyiciler. Bugün ben sizlere 24 May tarihinde keçirilmiş olan ikinci grupların qəbul imtahanında riyaziyyat olan izahını vereceğim. Bir nömrəli sualda deyilir ki, A parametrin hansı qiymətində ax kvadrat çıx 9x üstəgəl 3a üstəgəl 4 bərabər 0 təninin kökləri qarşılıqlı tərs ədəddir. Burada açar sözümüz qarşılıqlı tərs ədəd olmasıdır. Qarşılıqlı tərs ədəd hasili 1'e bərabər olması deməkdir. Yəni deyək ki, tənin 2 kökü var, x1-dən x2, bundan da hasili nəyə bərabər olmalıdır? 1'e. Viet teoreminin şərtinə görə onda deyə bilərik ki, köklərin hasili x1-dən x2'nin hasili 3a üstəgəlsin 4 bölünsün a bərabərdir 1 götürülməlidir. Bu zaman 3a üstəgəlsin 4 bərabərdir a-dır. 2a'nın qiyməti mənfi 4'e bərabərdirsə, demək a'nın qiyməti mənfi 2 olmalıdır. Demək burada düzgün cavab olmalıdır mənfi 2. Bu da D variantında verilmiştir. Keçirik 2 nömrəli suala. 2 nömrəli sual 10-cu sinif loqaritma bölməsinə aiddir. Üstü və loqaritmik bərabərsə bölməsindən bir sual düşüb. Biz burada LGX-i bir T ilə əvəz eləsək, onda görürük ki, T kvadrat üstəgəlsin T çıxılsın 2 bölü 0 deyə bir bərabərsizlik alınır. Bu bərabərsizliyi həll etdiyimizdə T'nin ala biləcəyi qiymətlər 2 dənə qiymət ala bilər. Vuranda mənfi 2, toplayanda mənfi 1 ədədlərimiz mənfi 2 ilə müsbət 1'dir. Yəni o deməkdir ki, T'nin ala bildiyi qiymətlər mənfi sonsuzluqdan mənfi 2'yə qədər birləşmə 1'dən də müsbət sonsuza qədər qiymət ala bilər. T bizdə loqaritm olduğu üçün şərtimizə görə 2 dənə hala baxacağıq. LGX-in qiyməti bir dəfə kiçikdir, mənfi 2 götürəcəyik. Bu bərabərliyi həll etdiyimizdə x'in qiyməti demək kiçik olacaqdır. 10 üstü mənfi 2'dən böyük olacaqdır 0'dan. 0 kiçikdir x'dən, bu da kiçikdir 0 tam %1. İkinci şərtində isə LGX'in qiyməti böyükdür 1 götürəcəyik. Bu zamanda x'in qiyməti böyükdür 10 üstü 1'dən, yəni x böyükdür 10'dan. Ümumi həllimizə baxdığımızda x'in ala biləcəyi qiymətlər 0, 0 tam %1 birləşmə 10'dan müsbət sonsuzlu olmalıdır. Demək düzgün cavab olmalıdır D variantında. Keçid edirik 3 nömrəli suala. 3 nömrəli sual bərabərsizlik bölməsinə aiddir. Rasionel bərabərsizliyin xassələrindən istifadə etməliyik burada. Bərabərsizliyi deyir həll edin. Bildiyimiz kimi nisbət 0 ilə müqayisə olunubdursa, biz onu hasilini də 0 ilə müqayisə edə bilərik. Yəni x minus 1'in kvadratı vurulsun modulda x minus 2 vurulsun 5 üstündə mənfi 7x üstəgəl 3 vurulsun x kvadrat minus 2x üstəgəl 5 kiçikdir bərabərdir 0. Burada qeyri-müəyyənlik olduğu üçün məxrəci sıfıra çevirən qiymət, yəni x minus 1'in qiyməti 0'dan fərqli götürülməlidir. X fərqli olmalıdır 1'dən. Buradakı anlayışlardan biz bilirik ki, qüvvət funksiyaları hər zaman müsbətdir. Yəni bu hər zaman müsbət olacaq. Bu da modul ifadə. Bizim şərtimizə görə bu ifadə də hər zaman müsbətdir. 0 və 0'dan böyük qiymət ala bilir. Bu ifadəmizdə diskriminantı 0'dan kiçik olduğu üçün hər zaman ödənir. Yəni bunun həlli mənfi sonsuzluqdan müsbət sonsuzluğa ödəyir. Burada da x'in qiyməti mənfi sonsuzluqdan müsbət sonsuzluğa ödəyir. Burada da x'in qiyməti 1'dən başqa bütün qiymətlərdə ödənir. Və belə nəticəyə gəlirik ki, modulda x minus 2'nin qiyməti özü kiçik bərabər 0 şərtini ödəməlidir. Modulda x minus 2'nin qiyməti kiçik bərabər 0 olmalıdır və bir də x fərqlidir. Bir şərtimizi unutmayaq burada. Bu hələ baxmalıyıq. Biz bu bərabərliyi əldə etdiyimizdə x demək kiçikdir bərabərdir 2 olması lazımdır ki, bu mümkün olsun. X'in qiyməti 2 və 2'dən kiçik qiymətlər almalıdır. Yəni ümumilikdə bu bərabərsizliyimiz heç vaxt mənfi olmayacaq. Bu da müsbətdir, bu da müsbətdir, bu müsbətdir, bu da müsbətdir. Heç vaxt 0'dan kiçik deyilsə, bu ancaq 0'a bərabər ola bilər. Bu 0 deyil, bu 0'dan böyük ədəddir. Bu da 0'dan ola bilməz. Çünki x'in qiyməti 0'a çevirən qiyməti 1'dir. Demək bir tək 0'a çevirə bilən qiymətimiz yalnız və yalnız buradır. Ona görə x minus 2 ilə 0 halı bizdə düzgün cavabı verməlidir. Yəni düzgün cavab olmalıdır 2. Keçid edirik 4 nömrəli suala. 4 nömrəli sualda deyilir ki, ABC üsbucağında AB BD-yə bərabərdir. Yəni düşünək ki, bu hissə bizdə bu hissəyə bərabərdir. Yəni bura 1x-dirsə, burada x-dir. AC də BC-yə bərabər verdi. Yəni bu hissə ilə bu hissə bir-birinə bərabərdir. AD-ni 3 veribdir və DC-ni 9 veribdirsə, avtomatik demək BC-nin qiyməti də 12'ye bərabər olur.
Biz burada kosinüslər teoremi tətbiq etməklə x-i tapa bilərik. Belə ki, bura bir alfa bucağı göstərsək, buradan əldə edə bilirik ki, alfa bucağının kosinüsü, yəni kosinüs alfanın qiyməti birinci BDC üçbucağı üçün baxaq biz buna. Olacaqdır belə. 9'un kvadratı üstəgəl 12'nin kvadratı çıxılsın x'in kvadratı bölünsün 2 vurulsun 9 vurulsun 12 şəklində olacaqdır. Digər tərəfdən kosinüs alfanın qiyməti ümumi ABC üçbucağına baxsaq 12'nin kvadratı üstəgəl 12 kvadrat çıx x kvadratı bölünsün 2 vurulsun 12 vurulsun 12 şəklində olacaqdır. İndi burada hər ikisi eyni bucağı göstərdiyi üçün biz bunları bir-birinə bərabər götürə bilərik. Belə ki 81 üstəgəlinsin 144 çıx x kvadrat bölünsün 2 vurulsun 9 vurulsun 12 şeklinde yazar. Bərabərdir. 144 üstəgəl 144 çıxılsın x kvadratı bölünsün 2 vurulsun 12 vur 12 şeklinde saxlaya bilərik. Bərabərin sağından və solundan 12'ləri məxrəsdə atsaq 2'ləri ata bilərik. 9 ilə də 12 ixtica gedib burada 3 burada 4 qalar. İfadə sadələşənə belə olur. 225 çıx x kvadrat bölünsün 3 sol tərəfdə alınır. Sağ tərəfdə isə 288 minus x kvadratı bölünsün 4 alınır. Bunda çarpaz vurduğumuzda 4 vurulsun 225 minus x kvadratı bərabərdir 3 vurulsun 288 minus x kvadrat şəklində olur. Vurub açanda eləyəcəkdir bizdə 900 çıxılsın 4x'in kvadratı bərabərdir 288'i 3'e vurduğumuzda demək 24, 26 və 8, 864 elədi. Çıxılsın x'in 3 dənə x'in kvadratı oldu. X kvadratlarını bir yerə yığanda mənfi 3x kvadratının yanına müsbət 4x kvadrat keçir. Qalır burada 900 çıxılsın 864 olur. X kvadratının qiyməti 36'ya bərabərdir. Demək x'in qiyməti 6 imiş. X'in qiyməti 6 təyin etdiyimiz üçün artıq ABC üçbucağının perimetri 12 üstəgəl 12 üstəgəl 6 yekunda cavab olmalıdır 30. Yəni düzgün cavab olacaq E variantı. Keçir növbəti sualımız 5-ci suala. 5 nömrəli sualda deyir ki, M-də N-də natural ədəd olarsa 3 üstü 16 üstəgəl 5M vur 7 üstü 4 üstəgəl 3'in hasilinin sonuncu rəqəmi 1 olsun deyir və bu zaman M üstəgəlinsin N cəminin ən kiçik qiymətini istəyir bizdən. Demək ilk öncə 3'ün qüvvətlərinə bir baxdığımızda görə ki 3 üstündə 1'in qiyməti 3 ilə yekundaşır. 3 üstü 2'nin qiyməti 9'dur. 3 üstü 3'ün qiyməti 27. 3 üstündə 4'ün qiyməti isə 81'dir. 3 üstü 5'in qiyməti yerində təkrar 243. Sonuncu rəqəm 3'ə təkrarlanır. Demək ki 4 addımdan 1 olduğunu görürük burada. 7'nin qüvvətlərinə baxdığımızda 7 üstü 1 7'dir. 7 üstü 2'nin qiyməti 49'dur. 7 üstü 3'ün qiyməti deyək ki bizdə 343'ə bərabərdir. 7 üstü 4'ün qiyməti sonu 1 ilə qutaracaq. 7 üstü 5'in qiyməti isə yenə də sonuncu rəqəm 7 ilə qutarır. Təkrarlanma sayına baxırıq görürük ki, yenə də burada 4 addımdan 1 sonuncu rəqəmlər təkrarlanır. Və bir şey də keçsəz görərsiniz ki, 3'ün birinci dərəcənin qüvvəti ilə 7'nin birinci dərəcənin qüvvətlərini sonuncu rəqəmlərini vuranda sonu 1 ilə qutarır. Eyni ilə ikinci dərəcə qüvvətlərinə də baxdığımızda sonuncu rəqəmləri vuranda yenə də 1 ilə qutardığını görə bilirik. Buradan belə qənaətə gəlirik ki, biz ifadəmizdə sonuncu 4'ə böldükdən sonra qalan qalıq hissələri demək qüvvətdə yazılan şərtdəkilərin hamısında sonuncu rəqəmlərin hasili 1'ə bərabər olur. Onda belə eləyək. M-in yerinə biz götürək 1 yazaq. Birinci ifadəmizdə olacaqdır 16 üstəgəlsin 5 vurulsun 1 21 eləyəcək. 21'in özünü biz 4'ə böldüyümüzdə 5 düşəcək. Qalıqda 1 qalacaqdır. Demək biz indi qalığı 1 olma şərtinə baxırıq. Yəni olmalıdır ki 4 üstəgəlsin 3 N'in də qiymətini 4'ə böləndə 1 qalıq qalsın. Bunun üçün nə edək? 4 üstəgəlsin 3 N ifadəsini N'in müəyyən qiymətlərində yoxlayaq. N'in yerə 1 verdiyimizdə ifadə 4 üstəgəl 3 bərabər 7 olur. Bu zaman qalığın qiyməti 3'ə bərabər olur. Amma biz 1 axtarırıq. N'in yerinə 2 verdiyimizdə 4 üstəgəlsin 3 olsun 2 bu eləyəcəkdir 10. Qalığın qiyməti 10'u 4'ə böləndə 2 qalıq qalır. Biz yenə də şərtimiz ödəmir. N bərabər 3 olduqda isə 4 üstəgəlsin 9 bərabərdir 13 olur. 13'ü 4'ə böləndə qalıqda 1 qalır.
demək m'in 1 qiyməti, n'in də 3 qiyməti də bu şərt ödənmiş olur. Və bizdə m üstəgəlsin cəminin ən kiçik qiymət istədiyi üçün cavab olacaqdır 1 üstəgəlsin 3. 4 cavabını, yəni B variantını ala bilərik. Keçir növbəti sualımız 6 nömrəli suala. Sualda deyir ki, K-nın hansı ən böyük qiymətində, ən böyük tam qiymətində parabolasının təpə nöqtəsi 4-cü rübdə yerləşir. 4-cü rübün koordinatlarını bilirik ki, təpə nöqtənin koordinatları m, n şəklində verildikdə m'in qiyməti, yəni mənfi b bölünsün 2a-nın qiyməti də 0-dan böyük olmalıdır. N'in qiyməti, yəni 4ac minus b kvadratı bölünsün 4a ifadəsinin qiyməti isə 0-dan kiçik olmalıdır. Bu bizim 4-cü rübün təpə nöqtənin koordinatlarının şərtidir. Parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşməsi üçün bu şərtlər ödənməlidir. İndi biz tətbiq eləsək, onda mənfi b-nin yerində 2 vurulsun k minus 5 bölünsün 2 vurulsun 1 böyükdə 0 olmalıdır. 2'lər sayı gedər. K minus 5'in qiyməti isə 0-dan kiçik olacaqdır. K kiçikdir demək 5 olmalıdır. İkinci hissəsinə baxdığımızda isə 4 vurulsun 1 vurulsun k kvadrat çıxılsın b-nin kvadratı, yəni 4 vurulsun k minus 5 mötərizə kvadrat şəklində yazarıq bunu. Bölünsün 4 vurulsun 1. Bu da 0-dan kiçik olmalıdır. Buradan alınır ki 4'ə böldüyümüzdə hər tərəfi k kvadratı minus k minus 5'in mötərizə kvadratı kiçikdə 0 olmalıdır. K kvadratı minus k kvadrat üstə gəlinsin 10 dənə k minus 25 kiçikdə 0 bərabərsinə gəlib çıxırıq. Buradan da anılır ki 10k kiçikdir 25'dən, k da kiçikdir, demək 2,5'dən. K'nın bir dəfə qiymətini tapmışıq ki 5'dən kiçikdir, bir də tapmışıq ki 2,5'dən kiçikdir. Bizə isə ümumilikdə keçməsi lazımdır. Demək K'nın yekun qiyməti 2,5'dən kiçik olmalıdır. Və bizdən də soruşur ki ən böyük tam qiymətində soruşur. Demək K'nın qiyməti 2,5'dən kiçik, ən böyük tam qiyməti 2 olmalıdır. Düzgün cavab olacaqdır. Keçirik növbəti sualımıza. Növbəti sualımız kompleks ədədlər bölməsinə aiddir. 10-cu sinif dərsi ilə verilib yenə də sual. Sualda deyir ki, ifadəni sadələşdirin, i xəyali vahiddir deyir. Demək nə edək? Sürətdəki ifadəni çox həddə vurma qaydası kimi vurub açdığımızda olacaqdır 3 üstəgəl i çıxılsın 6i minus 2i kvadratı. Məxrəcdə isə 2 çıxılsın i verilibdir. Sürəti biraz sadələşdirəndə mənfi 2i kvadratı bizə müsbət 2'ni verir. I kvadratı mənfi olmasına görə 3 ilə toplananda eləyəcəkdir 5 çıxılsın 5i bölünsün 2 çıxılsın i. Bu da məxrəcin qoşmasına vursaq sürət və məxrəci qoşmasına vurduğumuzda 2 üstəgəlsin i'yə vuruq sürəti də həm məxrəci də. Məxrəcdə olacaq 4 çıxılsın i kvadratı. Sürətdə isə olacaqdır 10 üstəgəlsin 5i minus 10 dənə i minus 5i'nin kvadrat şəklində olacaqdır. İfadəni sadələşdirdiyimizdə məxrəc olur 4 üstəgələk 1 şəklində. Mənfi 5i kvadrat bizə 5'i verər. 10 ilə toplananda edəcəkdir 15 minus 5i. Buradan da 5'i çıxarsaq kənara qalar 3 minus i. Məxrəcdə də 5 var. 5'lər iqtisad yetindən sonra 3 minus i qalmış olur. Demək düzgün cavab olacaqdır 3 minus i. Düzgün cavab olacaq D var. Keçid edirik növbəti 8-ci suala. 8 nömrəli sualda b-nin qüvvətində 5'də 3 bərabər a üstü 4'də 1 veribdir və b-nin qüvvəti 5'də 6'nı ayrı ifadə etməmizi istəyir. Biz b-nin qüvvətində 5'də 3 ifadəsini qüvvətə yüksəltsə ikinci dərəcədən. Bu zaman sağ tərəfdə qüvvətə yüksəldilməsi lazımdır. Qüvvətə yüksəltdiyimizdə b üstündə 5'də 6 alarıq. Bu zaman sağdakı ifadəsi a üstündə 2'də 1'ə bərabər olur. Elə bizdən də bunu istəyirdi. A üstü 2'də 1 verilməlidir. E variantı. Keçirik növbəti sualımız 9-cu suala. 9 nömrəli sualda ABC üçbucağında üçbucaq çəkək bunun üçün. ABC üçbucağı ABC şəklində göstərək. AB-ni 5 veribdir, BC 12'dir. B bucağı 90 dərəcədə, avtomatik AC-nin qiyməti 13 tapılır. Və bizə deyir ki, modulda BA vektoru çıxılsın BC vektorunu deyir tap. İlk öncə biz BA vektorunu istiqamətləndirsək buradan. BA vektoru, yəni başlanğıc burada, son nöqtə buradadır. BC vektoru da bu şəkildə verilibdir. Qəbul edə bilərik ki, AC vektoru formasında göstərsək əgər biz bunu.
BA vektoru üstə gəlsin AC vektoru bərabərdir. BA çıxılsın BC veriblər də bizə. Bərabərdir. Demək BC vektoru olacaqdır. Vektorların toplanması da üçbucaq qaydasına görə. Axtarılan şərtə görə BA vektoru çıxılsın BC vektoru olduğu üçün bu ifadənin qiyməti mənfi AC vektoruna bərabərdir. Biz də bu ifadəni yeni gətirib modulda mənfi AC vektoru yazsaq, elə bu yekun AC vektorunun uzunluğuna bərabər olur. AC vektorunun uzunluğunda biz burada Pifagorla tapmışdıq ki, 13'e bərabərdir. Demək düzgün cavab olmalıdır 13. Bu da verilmişdir. Keçid edirik 10-cu sualımız. 11-ci sinif bölməsinə aid olan bir sualdır. İbtidai funksiyanın ümumi şəklində tapın. Sual çətin düşməyib, sadə düşübdür. Xassəni xatırlayaq. Fx bərabər x üstü n şəklində verilmiş bir funksiyanın ibtidai funksiyası. Böyük fx'in qiyməti x üstündə n üstəgəl 1 bölünsün n plus 1 şəklində yazılır. Üstəgələ c formasında olur. Onda biz 12x üstü 5 şəklində verilmiş bir funksiyadan danışırıqsa, bunun böyük fx'in qiymətini tapmaq üçün 12 vurulsun. X'in üstündə 5 plus 1 bölünsün 5 plus 1 üstəgəl c olur. Bu da yekunda olacaqdır. 12 vurulsun x üstü 6 bölünsün 6 üstəgələk c şəklində. 6 ilə 12 x-a gedib 2 qalanda edəcək 2x üstü 6 üstəgələk c. Demək düzgün cavabımız olmalıdır. 2x üstü 6 üstəgəl c şəklində. Bu da verilibdir. Keçid edirik 11-ci sualımıza. 11 nömrəli sualımız tənliklər sisteminə aiddir. Sualın şərtində deyilir ki, A və B parametrlərin hansı qiymətləri tənliklər sisteminin həlli 2 ilə mənfi 3 olar. Yəni bu x-in qiyməti, bu y-in qiyməti olar demək istəyir. Biz bilirik ki, tənliklər sisteminin həllər cütü hər iki tənliyi doğru bərabərə çevirən nöqtələrdən ibarətdir. 2 mənfi 3'ü verirlərsə, demək yazırıq yerinə 2 vurulsun 2, çıx 3 vurulsun mənfi 3 bərabərdir A-dır. O zaman A-nın qiyməti 4 üstəgələk 9 bərabər 13 olmalıdır. Digər şərtdən 3 vurulsun 2, 1000 üstəgəlsin 4 vurulsun mənfi 3 bərabər B-dir. Buradan da B-nin qiyməti 6 çıxılsın 12 bərabərdir mənfi 6'dır. Demək düzgün cavab olmalıdır A-nın 13, B-nin mənfi 6 qiyməti. Bu da verilmişdir E variantında. Keçid edirik 12 nömrəli sualımız. 12 nömrəli sual yenə də 11-ci sinif bölməsinə aiddir. Törəmə bölməsindən sual düşübdür. Fx funksiyası da biz belə yaza bilərik. 2x üstəgəlsin 3'ün qüvvətində mənfi 5 şəklində yaza bilərik. Və bunun törəməsini tapdığımız zaman mürəkkəb funksiyanın törəmə qaydasına görə mənfi 5 vurulsun 2x üstəgəl 3 qüvvətində mənfi 5 minus 1 vurulsun. Bir də 2x üstəgəlsin 3'ün törəməsi götürülür. Buradan 2x plus 3'ün törəməsi bizə 2 verər. Mənfi 5'ə vuranda zaten mənfi 10 vurulsun. 2x üstəgəlsin 3 qüvvətdə mənfi 6. Bu da bizə yekunda mənfi 10 bölünsün. 2x üstəgəl 3 qüvvəti 6 deməkdir. Və yekunda f törəmə mənfi 1 hesablanmalıdır. Mənfi qarşıdadır. 10 bölünsün. 2 vur mənfi 1 üstəgəl 3 qüvvətdə 6. Məxrəc 1 olacaq. Aydın məsələdir. Bu da ifadənin yekun qiyməti mənfi 10'a bərabər olmalıdır. Demək düzgün cavab olmalıdır mənfi 10. Bu da verilibdir. C var. Keçid edirik növbəti sualımız 13-cü suala birləşmələr nəzəriyyəsinə aid olan bir sualdır. Sualda deyilir ki, A bərabərdir. Permütasiya 10'dan 3 vurulsun. Permütasiya 7'dən 7 üstəgələ 225 verirlər. Neçə qaydanı bilməliyik. Permütasiya n-dən n-in qiyməti n faktoriala bərabər idi. Permütasiya n-dən k-nın qiyməti isə n faktorial bölünsün, n çıxılsın k faktorial göstərirdi. Onda biz bunu tapa bilərik ki, permütasiya 10'dan 3'ün qiyməti 10 faktorial bölünsün, 10 çıxılsın 3 faktorialdır. Yəni yekunda 10 faktorial bölünsün 7 faktorial olur. 10 faktorialı biz 7 faktorial vur 8 vur 9 vur 10 kimi yaza bilərik. Məxrəcdə 7 faktorial var. Bunlar ixtisar gedər. 8, 9, 10 hasil alınır ki, bu da 720 deməkdir. 720 deməkdir. Bir də var permütasiya 7'dən 7. Bu da 7 faktorialdır. Yəni 1, 2, 3, 4, 5, 6 və 7'yə qədər ədədlərin hasilidir. Yekunda görürük ki, biz də bunlar bir-birinə vuruldu. Yəni 720. 720'ni biz belə yazaq, qaytaraq geriyə. Yazarım ki 7 faktorial 1, 2, 3, 4, 5, 6, 7. Permütasiya 10'dan 3'ün yeri 8, 9, 10 olduğu için 8, 9, 10'u əlavə edirəm. Üstəgəl 225 deyirəm.
Bu bizə məlumdur ki, sonu mütləq şəkildə əvvəli müəyyən bir sayda olmaqla, amma sonu 2 və 5-lərin də hasili və sondakı sıfırda nəzərə alsaq, sonu 2-dən 0-dan qutaran, minimal 2-dən 0-dan qutaran bir ədədi verəcəkdir. O zaman əvvəlki rəqəmlər heç sonuncu 2 rəqəmini, bizə son 2 rəqəmli alınan qalığı soruşur. 100-ə bölünməsində əlbəttə ki, 2 rəqəmli qalıq qala bilər, 3 rəqəmli olmayacaq. Üzərinə 225-i gəldiyimizdə sonu mütləq şəkildə 25 ilə qutaracaqdır. Əvvəl nə olursa olsun, hər hansısa bir ədədin son 2 rəqəm 25 ilə qutarırsa, demək 100-ə bölündə qalıqda həmin bu ədəd olacaqdır. Demək düzgün cavab olmalıdır. 25. 100-ün bölünməsi qaydasına görə son 2 rəqəm 2 dənə 0 ilə qutarmalı idi. Burada düzgün cavab olmalıdır 25. Bu da verilibdir. Keçid edirik növbəti 14-cü suala. 14 nömrəli sualda deyilir ki, doğranı 5/2, ox kəsiyin sahəsi 25 olan konusun tam çətin sahəsini tapın deyir. İlk öncə konusu başa düşməyə çalışaq. Konus düzbucaqlı üçbucağın katetinin birinin ətrafında fırlanmasından alınan fəza fiquruydu. Fırlanma cismiydi, belə deyək. Bu bizdə olsun konus. Bizdə doğran 5/2'dir. Yəni bunun yan teli bu qeybdəsi 5/2'ye bərabərdir. O kəsiyin sahəsi dedikdə isə bura erdir, bura erdir. Burada H şəklindədir. Onda yazılır S ox kəsiyinin sahəsi 2'də 1, 2 R vurulsun H-dırsa, demək elə R vurulsun H-a bərabər götürə bilərik. R vurulsun H-a bərabərdir. Bunun da qiymətini bizə 25 veribdir. Konusun tam çətinin sahəsini istəyir bizdən. Biz buradan H-ı tapa bilirik ki, H-ın qiyməti 25 bölünsün R-dir. Konusun tam çətinin sahə düsturuna da görə konusun tam çətinin sahəsi S tam bərabərdir. S oturacaq. Üstə gəlinsin S yan səthidir. Yəni pi R kvadrat üstə gəlsin pi R L-dir. Pi R L-dir. Buradan pi R'i çıxartdığımızda R üstə gəlinsin L qalır. Radiusu tapmaq lazımdır buradan. Qaydaya görə bizim şərtimizdə bu düzbucaqlı üçbucaqdan H ilə R arasındakı əlaqə yaratmışıq burada. İfadə eləsək, onda olacaqdır. R kvadrat üstə gəl H kvadrat bərabərdir bizdə 50'dir. H-ın kvadratı bərabərdir 50 çıxılsın R kvadratdır. H kvadratını yerinə gətirib qiyməti yazanda 625 bölünsün R kvadrat bərabər 50 çıx R kvadratdır. Hər tərəfi R kvadratına vurduğumuzda ya da R kvadratına bir T desək, o zaman 625 bölünsün T bərabər 50 çıxılsın T'dir. Hər tərəfi T'yə vuranda 625 bərabərdir 50 dənə T minus T kvadratdır. Orada T kvadrat minus 50 dənə T üstə gəl 625 bərabərdir 0. Buradan da aydın məsələdir ki, bu T minus 25'in mötərizə kvadratı bərabər 0'dır. Yəni T'nin qiyməti 25'dir. Bir sözdən R kvadratı 25'e bərabərsə, demək R'in qiyməti elə 5 imiş. R'in qiyməti 5'dir. R'in qiyməti də bizdə doğran olaraq vermişdilər ki, 5/2'ye bərabərdir. Gətirib yerinə yazsaq ifadəni, onda olacaqdır. Bizim şərtimiz bu formada olacaq. Demək R'in yerinə biz tapmışıq 5. 5 vurulsun pi vurulsun. R'in yerinə 5 yazırıq. R'in də yerinə 5/2 yazırıq. Buradan da 5'i çıxardıq. Qarşıdakı 5 pi'ye vuranda olacaqdır. 25 pi vurulsun. Kökdə 2 plus 1 şəklində cavabı vermiş olmalıdırlar. Düzgün cavab olmalıdır. 25 pi vurulsun kökdə 2 plus 1. Cavab olacaqdır C variantı. Fırlanma cisimlərinə konusdan maraqlı belə bir sual düşüb. Keçid edirik növbəti. Növbəti sualımız faizə aiddir. Yarışda 150 oğlan, 50 dənə də qız iştirak edir. Oğlanlar bütün iştirakçılar neçə faizdir? Bütün iştirakçı deyəndə yəni 150 ilə 50-ni məxrəcə toplamalıyıq. Oğlanları soruşduğu üçün oğlanların ümumi sayında sürətə yazırıq. Neçə faizidir? Onda 100%'ə vurmalıyıq ki 150 üstə gəl 50'nin yəni 200 neçə faiz olduğunu tapa bilək. 150 bölünsün 200 vurulsun 100%. Burada sıfırlar gedəndən sonra 150 bölü 2 faiz, yəni 75%'i
tapmış olur. Düzgün cevap olmalıdır 75%. Bu da verilmiştir A variantında. Keçid edirik növbəti 16 nömrəli suala. 16 nömrəli suala üstü funksiyalar bölməsindəndir. Funksiyanın qiymətlər çoxluğunu tapın deyir. Qaydaya əsasən biz bilirik ki, y bərabərdir. Bunu biz belə yaza bilərik ki, 3-ün üstündə -5, modulda x üstəgəlsin 2, üstəgəl 2 şəklində verilmişdir. Qiymətlər çoxluğunu istəyir. Bizdə sürətdəki ifadənin ala biləcəyi ən böyük qiyməti təyin edə bilirik. Ən böyük qiymətimiz sürətdəki ifadənin ala biləcəyi ən böyük qiyməti 2-dirsə, onda y-in ala biləcəyi ən böyük qiymətimiz, yəni y-in ala biləcəyi ən böyük qiymət 3/2, yəni 9-a bərabərdir. Bilirik ki, üstü ifadələrə görə a üstü x şəklində verilmiş ifadələrin qiymətlər çoxluğu 0-dan müsbət sonsuzluğa doğru olurdu və o demək ki, üstü ifadənin ala biləcəyi ən kiçik qiymət var. Ən böyük qiymətdə biz tapdığımıza görə ümumi həllimiz olmalıdır. Yəni qiymətlər çoxluğu 0, 9, 9'u ala bilər. Yəni cavab olacaq C variantı. Keçid edirik növbəti. Həndəsə əsas anlayışından bir sual düşübdür. Uyğun tərəflər paralel olan bucaqlardan biri digərindən 42 dərəcə kiçikdir. Uyğun tərəflər paralel olan bucaqlar ya eyni adlıdır, ya da ki müxtəlif adlı. Əgər bir digərinə sözü varsa, demək ki, orada müxtəlif adlıdır. O zaman da cəmi 180 olmalıdır. Deyək ki, biri alfa, biri beta adlı. Bundan cəmi 180 dərəcədirsə, bir digərindən 42 dərəcə kiçik olması, yəni alfadan betanı çıxanda 42 dərəcə alınması deməkdir. Hər tərəfə toplasaq 2 alfa bərabərdir 222 edər. Buradan da alfanın qiyməti 111 dərəcə olar. Betanın da qiymətini tapmaq istəsək 180 dərəcədən çıxarıq 111 dərəcəni. Yekun qiymətimiz burada qalar 69 dərəcə. İndi bizdə böyük bucaq istədiyi üçün ən böyük olanı götürürük. Düzgün cavab olacaqdır 111. Bu da verilmişdir C variantında. Növbəti sualımız 18 nömrəli sual. Ədədi ardıcılıqlar 9-cu sinifə aid olan bir sualdır. Ümumi həddin düsturunu bizə verirdilər. 9-cu həddini hesablamamızı istəyir. Sadə bir sualdır. A9'u tapmaq lazımdır. Bunun üçün 5 vurulsun 9 üstəgəl 3 bölünsün. 3 çıxılsın 2 vur 9'dur. Bu zaman sürətli olacaqdır 48. Məxrəsdə də olacaqdır 3 çıxılsın 18. Yəni 48 bölünsün -15 olacaq. 3'ə böldüyümüz zaman -16 bölünsün 5. Düzgün cavab olmalıdır. D variantı. Davam edirik növbəti sualımız 19 nömrəli sualdır. 19 nömrəli sualımız düz prizmanın olacağı, diagonalları 12 və 16 olan rombdur deyir. Düz prizmadan sual düşübdür. Prizmalar bölməsindən. Demək bir romb çəkək. Oturacaq romb şəklindədir. Düz prizmadırsa, demək ki, yan tili oturacaq müstəvisinə perpendikulyar olması lazımdır. Yan tellər oturacaq müstəvisinə perpendikulyardır. Təsəvvür edək ki, bu bir rombdur. Bu da odur düz prizmamız. Diagonalların bizə veribdir 12 ilə 16. Rombun özünü kənara çəkib diagonallarını qeyd etsək, diagonallar 12, 16 qeyd etsə tərəfi də A olacaqdır. Dördbucaqlar bölməsindən biz bilirik ki, rombun diagonalı ilə tərəflər arasındakı əlaqə düsturu 4A kvadrat bərabərdir D1 kvadrat üstəgəl D2 kvadratdır. Nəzərə alsaq 4A kvadratı bərabər 144 üstəgəl 256 bərabər bizə verəcəkdir 400. Buradan A kvadratının qiyməti 100 olarsa, demək A'nın qiyməti 10'dur. Demək rombun tərəfi 10'dur. İndi hündürlükdəki H ilə işarə edə bilərik. Yan səthinin sahəsi bilirik ki, bu rombun 4 dənə yan üzü var. 4 dənə yan üzü var. Bu zaman tərəfləri bərabər, hündürlükləri də bərabər olduğu üçün onda S yan səthinin sahəsi 4 vurulsun A vurulsun H şəklində göstərə bilərik. Bu ifadənin qiymətini 320'ye bərabər verirdilər bizə. Yəni 4 vurulsun 10 vurulsun H'ın qiyməti 320'dirsə, bu zaman 40H bərabər 320'dir. Bu zaman hündürlük nəyə bərabərdir? 8'ə bərabərdir. Bizdən də rombun hündürlüyünü istəmişdi. Daha doğrusu prizmanın hündürlüyünü istəmişdi. Cavab olmalıdır 8 E variantı. Davam edirik. Növbəti sualımız 20 nömrəli sualdır. 20 nömrəli sualda deyilir ki, ABC və CDE kongruent bərabər tərəfli üçbucaqlardır. Kongruent və bərabər tərəfli üçbucaq olması o deməkdir ki, bu üçbucaqlar eyni ölçüyə malikdir. Bütün bucaqlar da bərabərdir. Onsuz da bərabər tərəfli demişdi bizə. O və O1 medianların kəsişmə nöqtəsidir. Bilirik ki, medianlar bir nöqtədə kəsişir və öz aralarında, yəni təpədən başa 2'nin 1'ə nisbətində bölünür. B'dən O'ya qədər məsafənin 4 kökdə 3 verirsə, demək burada olacaqdır 2 kökdə 3.
Biz təyin edirik ki, bu bərabər tərəfli üçbucağın bir medianı a kökdə 3 bölünsün 2 düsturuna görə bu bizdə 6 kökdə 3'ə bərabərdir. Bu zaman a'nın qiyməti 12'dir. Yəni üçbucağın bütün tərəfi 12'yə bərabərdir. Onda median anlayışına görə bura 6, 6, 6 və 6 deyə bölünür. Buradan bura qədər məsafəmiz artıq bizim 12'yə bərabər olur. Bizdən də bu trapeziyanın orta xəttini istəyir. Trapeziyanın orta xəttini tapmaq üçün üst oturacaqla alt oturacağın cəminin yarısıdır. Yəni 12 üstə gələk alt oturacağımız da bizdə 24'ə bərabərdir. Bölünsün 2. Bu da 36 bölü 2 bərabər 18 olar. Demək düzgün cavab olmalıdır 18. Bu da verilmişdir. Keçid edirik növbəti sualımız 21 nömrəli suala. Bu da yine bir xassiyyə aid olan bir sualdır. Hansılar kəsişən iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Düz xəttə müstəvinə qarşılıqlı vəziyyəti 10 sinif bölməsinə aid olan bir sualdır. Yadda saxlamaq lazımdır ki, iki kəsişən müstəvi arasındakı bucaq maksimal 90 dərəcə olmalıdır. Yəni təsəvvür edək ki, müstəvi biri budur, bir də budur. Bunun arasındakı bu alfa bucağı alfa kiçikdir bərabərdir 90 dərəcə şərtini ödəməsi lazımdır. Yəni 90 dərəcədən böyüklər ola bilməz. Ola bilməyənlər onda 100 dərəcə, 116 dərəcə və 96 dərəcədir. 1, 4, 5 cavabı da verilmişdir B variantında. Davam edirik. Növbəti sualımız 22-ci sualdır. Düzgün altı bucaqlı çox bucaqlar bölməsinə aid yenə də bir sualdır. Daxilini çəkilmiş çevrənin radiusunu tapın deyir. Düzgün altı bucaqlının daxilini çəkilən çevrənin radiusu kiçik r-in qiyməti onun kiçik katetinin yarısına bərabərdir. Kiçik katetli yox da kiçik diagonalının daha doğrusu üzrü sayın kiçik diagonalının yarısına bərabərdir. Şəkildə göstərə bilərik bunu. Deyək ki, bizdə bir altı bucaqlı olsun. Altı bucaqlıdır. Bunda daxilə bir çevrə çəkək. Yine bu çevrəni biraz böyüdək. Bunun tərəflərinə toxunsun. Biraz da yığcamlaşdıraq bunu. Bəli, belə. Diqqətlə baxsanız görərsiniz ki, burada çevrənin bu hissəsi, gördüyümüz hissəsi, bu hissə, bir də bunun bizdə kiçik diagonalı nədir? Bərabərdir. Yəni çevrənin diametri kiçik diagonala bərabər olacaqdır. Diametr a kökdə 3'dürsə, onda radiusunun qiyməti a kökdə 3 bölünsün 2'yə nə olmalıdır? Bərabər olmalıdır. İndi düzgün altı bucaqlının perimetri p bərabər 6 a düsturuna görə 24'ə bərabərsə, demək a'nın qiyməti 4'dür. Gətirib yerini yazanda bu zaman r'in qiyməti kiçik daxildə olduğu üçün 2 yerlə işarə edək. 4 kökdə 3 bölünsün 2, yəni yekun cavabımız 2 kökdə 3'ə bərabər olmalıdır. Düzgün cavab olmalıdır 2 kökdə 3. Bu da verilmişdir. Bizdə B var. Davam edirik. Növbəti sualımız 23-cü sualdır. Üçbucaqda deyir ki, ABC üçbucağı var. Biz birdən ABC üçbucağı çəkək. ABC üçbucağında B iti bucaqdır. BD median çəkilmişdir. Medianı da qeyd edək. BD mediandır. AB'ni 2 veribdir. BC'ni bizə 2 kökdə 2 veribdir. Və CBD bucağı buradakı bucağın dərəcəsi 30 dərəcədir. Bizdə də bir alfa götürək. Bizdə ABC'ni istəyir. Yəni alfa üstə gəl 30 dərəcəni istəyir. Yekunda bunu tapmalıyıq. Burada nə bilirik? Üçbucağın median anlayışı, üçbucaqda median anlayışı sahələrin bərabər olması deməkdir. Yəni S üçbucaq ABD-nin sahəsi S üçbucaq BDC-nin sahəsinə bərabərdir. Bərabərlikdən istifadə edə bilərik. Yaza bilərik ki, 2'də 1 vurulsun, 2 vurulsun. Buranı götürək özümüzdən bir M şəklində. Vurulsun sinus alfa bərabərdir. 2'də 1 vurulsun, 2 kökdə 2 vurulsun, M vurulsun sinus 30 dərəcə kimi. 2'də 1'ləri atarıq. 2'ləri də ataq. M'lər də atılır bu hissədən. Qalır buradan sinus alfanın qiyməti bərabərdir. Kökdə 2 vurulsun, sinus 30'dakı qiyməti 2'də 1'dir. Yəni bu da orada kökdə 2 bölü 2. Buradan alfanın qiyməti 45 dərəcə tapılır. Bizə isə alfa üstə gəl 30 dərəcə lazım olduğu üçün 45 dərəcə üstə gəl 30 dərəcə. Bu da yekunda bizə 75 dərəcəni verəcəkdir. Düzgün cavab olmalıdır 75 dərəcə. Keçin növbəti sualımız 24 nömrəli suala. 24 nömrəli sualda bizə bir tənlik, trigonometrik tənlik veribdir.
Deyir ki, parçasında neçə həlli var. Biz bilirik ki, sıfıra bərabər ifadələrdə demək sürətdəki ifadəmiz sıfıra bərabər olmalıdır. Məxrəcdəki ifadənin qiyməti isə sıfırdan fərqli olmalıdır. Burada nə deyilir ki, sinüs x-in qiyməti fərqlidir 1-dən. Trigonometrik yenilik xatırlasa bilir ki, kosinüs kvadrat x üstəgəl sinüs kvadrat x-in qiyməti 1-ə bərabərdir. Əgər kosinüs x-in yerinə mən 0 yazsam, onda sinüs kvadrat x-in özü 1 olmalıdır. Buradan da sinüs x-in qiyməti ya müsbət ya da mənfi 1 qiymətini alır. Biz dedik ki, müsbət 1 ala bilmir, onda demək nə almalıdır sinüs x-in qiyməti? Mənfi 1. Yəni, bu tənliyin ümumi həlli üçün biz yekununda sinüs x bərabər mənfi 1 tənliyi əldə etsək, düzgün cavab taparıq. Bu da x bərabərdir mənfi pi bölünsün 2 üstə gəlinsin 2 pi k götürülür. Çünki mənfi 1 qiymətini 1-də 360 dərəcədən sonra təkrar alacaqdır. Burada indi k-nın yerinə qiymət verməli parçasında, yəni mənfi 360 dərəcə, bir də ki 720 dərəcə parçasında neçədən kök olduğunu tapa bilərik. Və yaxud da ki, belə yaza bilərik. Mənfi pi bölünsün 2 üstə gəl 2 pi k kiçikdir bərabərdir 4 pi böyükdir bərabərdir mənfi 2 pi şəklində yazarıq. Hər tərəfi 1 bölünsün pi'yə vursaq ifadədə mənfi 2 kiçikdir bərabərdir mənfi 1 bölünsün 2 üstə gəl 2k kiçikdir bərabərdir 4 olur. Hər tərəfə 2-də 1 əlavə eləsək əgər, bu zaman mənfi 2-də 3 kiçikdir bərabərdir 2k, bu da kiçikdir bərabərdir 2-də 9 olacaqdır. İndi hər tərəfi 2-yə bölsək, bu zaman mənfi 3 bölünsün 4 kiçikdir bərabərdir k, bu da kiçikdir bərabərdir 9 bölünsün 4 olur. Bu aralığa düşən k-nın tam qiymətləri bir 0 var, bir 1 var, bir də 2 qiymətlərini ala bilir. Demək, ümumilikdə onda bizim həllimiz olmalıdır 0, 1, 2. Düzgün cavabımız oldu 0, 1, 2. Bizdə də köklərin sayını soruşurdu. Onda cavabımız olmalıdır. Ümumi cavabımız 3. Keçirik. Limit bölməsindən bir sual düşübdür. Limit bölməsinə görə kosinus kvadratı 4x-in yerinə biz yaza bilərik. 1 çıxılsın sinus kvadratı 4x yaza bilərik. Bu ifadəni bu şəkildə yazaq. 1 çıxılsın sinus kvadratı 4x. Onda ifadənin ümumi halı limit x yaxınlaşır pi bölünsün 8 olduqda 1 çıxılsın, bunu da kvadratlar fərqi kimi yazında 1 çıxılsın sinus 4x və bir də 1 üstə gəlinsin sinus 4x kimi yazarıq. Məxrəcdə də 1 çıxılsın sinus 4x var. Bunları yerinə yazdığımızda ixtisar gedir. İfadə qalacaqdır limit x yaxınlaşır pi bölünsün 8 olduqda 1 üstə gəlinsin sinus 4x. Bunu belə yazmaqda məqsəd ondan ibarət idi ki, x-in yerinə pi bölünsün 8 yazında 0 bölünsün 0 qeyri-müəyyənliyi alınırdı. O zaman da həll üsulumuz ya l'hopitalla yazmaq ya da ki, sadələşdirmədən ibarət idi. Biz də sadələşdirmənin üstünlük verdik. Gətirik yerinə yazında 1 üstə gəlinsin sinus 4 vurulsun pi bölünsün 8 olur. Yekun qiymətimiz də 1 üstə gəlinsin sinus pi bölünsün 2 olur. Bu da 1 üstə gəlinsin 1. Yekun qiymətimiz 2-yə bərabər olur. Demək, düzgün cavab olacaq 25 nömrəli sualda 2. Keçirik növbəti sualımız 26 nömrəli sualı. 26 nömrəli sualda deyirik ki, düzbucaqlı üç bucağın düzbucaq təpəsinə çəkilən hündürlüyü və təmbələni xassə var idi bizdə. Bilirdik ki, düzbucaqlı üç bucağın düzbucaq təpəsinə çəkilən hündürlük və təmbələn arasında qalan bucaq onun iti bucaqlarının fərqinin yarısına bərabər idi. Yəni alfa minus betanın yarısı bizdə 20 dərəcədirsə deyilənə görə, o zaman alfa çıxılsın betanın qiyməti 40 dərəcədir. Düzbucaqlı üç bucağında iti bucaqlarının cəmi onsuz da 90 dərəcə idi və bizdən böyük iti bucaq istədiyi üçün tərəfə toplamaq bəs edər. 2 alfa bərabərdir 130 dərəcədir. Demək, alfanın qiyməti 65 dərəcə olacaqdır. Yəni, böyük bucağı 65 dərəcəyə bərabər olacaq. Keçirik 27 nömrəli suala. 27 nömrəli sualda deyir ki, alfanın qiyməti 0 pi bölünsün 2 parçasında olarsa uyğunluğu müəyyən edin. Demək, birinci anlayışa görə A-nın qiyməti sinus alfa üstəgəl 2-dir. Sinus 0-da 0 alır. Sinus 0-da 0 alır. Sinus pi bölünsün 2-də isə 1 alır. Və birinci qrupda artan funksiyadır. Ona görə də bunun ala bildiyi ən böyük və ən kiçik qiymətlər elə bu şərtlər üzərində olacaqdır. Ən kiçik qiyməti olacaq 0 üstəgəl 2, 2 olacaqdır. Ən böyük qiyməti isə
1 üstəgəlsin 2 bərabərdir 3 olacaqdır. Demək 1'ə uyğun gələn variantlarımız ən kiçik qiyməti 2'dir. Ən kiçik qiyməti 2'dir, ən böyük qiyməti 3'dür. B ilə E variantı uyğun gəlir. İkinciyə baxırıq. A bərabərdir kosinus alfa çıxılsın 1 veribdir. Yenə də burada 0 qiymətində, yəni kosinus 0'da bizdə 1 alır. Kosinus pi bölünsün 2'də isə 0 alır. Birinci cübdə azalan funksiyadır bilirik. Ona görə də ala biləcəyi ən kiçik və ən böyük qiymətləri ilə burada təyin edə bilərik ki, bu aralıqdakı ən böyük və ən kiçik qiymətimiz 1 çıxılsın 0 çıxılsın 1 bərabərdir -1 olacaqdır. Ən böyük qiymətimiz isə 1 çıxılsın 1 bərabərdir 0 olacaqdır. Demək, ən kiçik qiymət -1'dir, ən böyük qiyməti isə 0'dır. Düzgün cavabı uyğun olacaqdır. Bizdə 2 nömrəli şərtə C variantı olacaqdır. Üçüncüyə baxırıq. A bərabərdir sinus alfa üstəgəlsin kosinus alfa veribdilər. Birinci ifadənin şərtinə görə bunun ala bildiyi ən kiçik və ən böyük qiymət haqqında. Demək, mənfi kökatda 1'in kvadratı üstəgəl 1'in kvadratı olardı. Bu da mənfi kökdə 2 olurdu. Ən böyük qiyməti isə kökatda 1 kvadrat üstəgəl 1'in kvadratı. Bu da kökdə 2'yə bərabər olurdu. Demək, düzgün cavabımız onda olmalıdır. Ən böyük qiyməti kökdə 2'yə bərabərdir. Demək, 3'ə uyğun gələcəkdir A variantında. Keçirik növbəti sualımıza. Situasiya sualıdır. Sizə təqdim olunmuş situasiyaya diqqətli oxuyun deyir. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. A tipli maşının hər biri C tipli maşının hər birindən 4 ton az yük daşıyır. Yəni A tipli deyək ki X ton daşıyırsa C tipli X üstəgəlsin 2 ton daşıyır. B tipli maşının hər biri və isə D tipli maşının hər birindən 3 ton az yük gətirir. B tipli maşın deyək ki Y-dirsə, onda D tipli maşın Y üstəgəlsin 3'dür. Həyətin deyək ki müəyyən hissələrini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 200 nisbətini qarışdırıldı. Demək, ağın göyə nisbəti 2'nin 3'ə nisbətindədir. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində iki təpəsi katetə üzərində, digər iki təpəsi beton üzərində olan kvadrat formalı oyun meydançası quruldu və bu sahənin qalan hissəsini güllər əkildi. İndi suala baxaq, gör nə deyir sualda. 28 nömrəli sualın şərtinə deyir ki, 150 kg qarışıq boya istifadə edildikdə, bilirik ki, boyalar 2 nisbətdə bölmüşdü, 2-3 nisbətində. O zaman 150'nin biz bölürük 5'ə, vurup bir dəfə 2'yə, bir dəfə 60 düşəcək. Bir də 150'ni 5'ə bölüb 3'ə vururuq. Bu səfər də düşəcəkdir 90. Demək, ağ olacaqdır 60, göy olacaqdır bizdə 90 şəklində. Kiloqramla verirdilər bunları. Sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə edildi. Yəni 75 kiloqram ağ boya əlavə edildi. Bu zaman 135 kiloqram oldu ağ boyanın ümumi istifadəsi. Boyanın neçə faizini göy boya təşkil etdi? Ümumilikdə boya kütləsi oldu 225 kiloqram. Bunun da 90'ı. Demək 225'də 90 neçə faiz olduğunu tapmaq üçün istifadə edirik. Demək, hər tərəfi 15'ə bölsək burada 6, burada 15 düşür. 3'ə də bölə bilərik. Burada 2, burada 5 düşəcək. Bundan da gedib 20 qalanda eləyəcəkdir 40%. Demək, düzgün cavab olmalıdır burada 40%. Keçirik növbəti suala. A tipli 3 və B tipli 2 maşın. A tipli yükün kütləsini X-dən işarət etmişdik. 3'dən gələndə artıq 3X olacaqdır. B tipli maşının da ümumi kütləsini biz X üstəgəlik Y-dən işarət etmişdik daha doğrusu. 2'dən gələndə artıq 2Y olacaqdır. Birlikdə 21 ton yük gətiribdir. C tipli 2, C tipli X üstəgəlik 2'ni işarət etmişdik. Olacaqdır 2x üstəgəlsin 4 şəklində üstəgəlinsin. D tipli 3 maşın. Onun da Y üstəgəli üstünə işarət etmişdik deyəsən. Bəli, 3'dən də bundan olanda artıq 3y üstəgəlinsin 9 bərabərdir 32 olacaqdır. Buradan yazırıq ki 3x üstəgəlsin 2y bərabər 21'dir. 2x üstəgəlsin 3y bərabərdir
13 keçdi bu tərəfi oldu 19 şəkildə yazıla bilər. A tipli maşın bir dəfə neçə ton yük gətirmək istəyir, yəni x istəyir bizdən. Bunun üçün y yox etmək üçün birinci mənfi 3, ikincisini müsbət 2-yə vuraq. Mənfi 9x minus 6y bərabər mənfi 63-dür. 4x üstəgəl 6y bərabər də 38-dir. Tərəfə toplayanda mənfi 5x bərabərdir. Mənfi 25-dir. X-in də qiyməti 5-ə bərabərdir. Demək cavab olmalıdır. 5 ton yük gətirə bilər. Keçirik sonuncu sual, 30-cu sual. O pitoncun deyir hər iki ucu oyun meydançasının 8 metr məsafədə olarsa, gül əkilmiş hissələrin ümumi sahəsini istəyir. Gül əkilmiş sahələrə baxanda S1, S2 və S3 kimi görə bilərik. Bu da olsun bizdə S4 oyun meydançası. Demək, bu bir kvadratdırsa, bunların hər bir bucağı, hər bir tərəfi daha doğrusu A ilə işarə oluna bilər. Deyək ki, A olsun bunların hər biri. Bu zaman biz bunu birləşdirdiğimizdə kvadratın arası bir diagonal çıxdı. Bucağı mütləq şəkildə nə edirdi? Yarıya bölürdü. 45 dərəcə, 45 dərəcə. 45 dərəcə, 45 dərəcə. Buna paraleldirsə əlbəttə ki, demək ki, bu bucaqda uyğun bucaq 45-dir. Onda bir nəticəyə gəlir ki, bizim elə düzbucaqlı üç bucağımız bərabər yanlı düzbucaqlı üç bucaq imiş. 45 dərəcə, 45 dərəcə imiş. Onda belə necə gəlir ki, 45 dərəcə, burada 45 dərəcə olanda artıq burada demək 8 olur, demək burada 8 oldu. Demək artıq pitonumuzun qiyməti oldu 16, üstə gəl 8, 24 oldu. Pitonumuz 24-ə bərabərdir. Demək 24 isə bu bərabər yanlı üçbucağı idi. Bərabər üçbucağın pitonumuzu katetini tapması isə pitonumuzun kökdə 2-yə nisbətidir. Bu da 12 kökdə 2 olur. 12 kökdə 2 olur. Demək, S1'in sahəsini taparkən S1'in sahəsi olacaqdır bizdə 2'də 1 vurulsun 8 vurulsun 8 bizdə eləyəcəkdir 32. S2'nin də sahəsi bizdə S3'ün sahəsi daha doğrusu S3'ün sahəsi olacaqdır bizdə 2'də 1 vurulsun 8 vurulsun 8 bu da eləyəcəkdir 32. Buradakı tərəfə baxdığımızda bura bizdə demək 8'dir. 8 isə demək bunların kökdə 2 misli 8'ə bərabərsə, demək 4 kökdə 2 olubdur bunların tərəfləri. O zaman S2'nin qiyməti olacaqdır 2'də 1 vurulsun 4 kökdə 2 vurulsun 4 kökdə 2. Bu da bizdə verəcəkdir 16. Ümumi sahə isə S3 bucağın sahəsi isə 2'də 1 vurulsun 12 kökdə 2 vurulsun 12 kökdə 2'dir. Bu da olacaqdır bizdə ümumidə 144. Demək, gül əkilən sahə lazımdır bizim üçün. Heç bunlara ehtiyac yox idi. Demək S1, S2 və S3 cəmini istəyirdi bizdən. Bu da olacaqdır bizdə demək 32, 32 və bir də 16 tapmışdıq. 64 üstə gəl 16. Bu da bizə verəcəkdir 80. Demək düzgün cavab olmalıdır 80. Bugünlük də bu qədər. İnşallah növbəti imtahan suallarında görüşəcək. Sağ olun.